لعن الدائم أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. أما بعد، قال الله تبارك وتعالى في كتابه الكريم: أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. يتقبل الله من المتقين. صدق الله العلي العظيم. يا عباد الله، أوصيكم ونفسي بتقوى الله. Əziz və dəyərli möminlər, özümə və sizə ilahi təqvaya riayət etməyə tövsiyə edirəm. Peyğəmbər və ali Peyğəmbərə salavat zikr edək. Allahümmə salli ala Muhammed. Kərbəla şəhidləri, vətən şəhidlərimiz ruhlarına salavat zikr edək. Allahümmə salli ala Muhammed. Cümə namazına cəm olmuşuq. Biri digərinin ənvatı haqqında salavat zikr edək. Allahümmə salli ala Muhammed. Əziz və dəyərli möminlər, bir daha hər birinizi müqəddəs Qurban Bayramı münasibəti ilə təbrik edirəm. Allah Teala bu günlərdə kəsilən qurbanları, edilən duaları qəbul eləsin. Həmçinin az öncə Hacı Mübariz qardaşımla danışırdım. O da dedi ki, mənim də salamımı və təbrikimi məscid möminlərinə çatdırarsan. İnşallah onlar da Minaya qurban kəsməyə gedirdilər. Dedi ki, mənim də salamımı və təbrikimi mütləq şəkildə məscid möminlərinə çatdırarsan. Cəmi hacıların öz hacını kamil şəkildə yerinə yetirib vətəninə qayıtmasından ötürü salavat zikr edək. Allahümmə salli ala Muhammed. Bugünkü cüməmizin xutbəsi də elə qurbanlıq barəsində olacaq. Qurbanlığın fəlsəfəsi nədir? Bu mövzuda danışacağıq. Qurban sözü ərəbcədən qurub sözündən gəlir. Qurub, yəni yaxınlaşmaq mənasını bildirir. İbadət edərkən, namaz qılanda, oruç tutanda deyirik, qurbətən ilallah, niyyət eləyəndə. Eyni kökdəndir qurban. Qurbətən ilallahla eyni kökdəndir. Yəni, yaxınlaşmaq mənasını verir. Yəni, bütün insanın ibadətlərinin məqsədi Allaha yaxınlaşmaqdır. Məhz qurbanın da məqsədi Allaha yaxınlaşmaqdır. Bəs belə bir sual ortaya çıxır ki, necə eləyək ki, biz Allaha yaxınlaşaq? Bunun necə etmək olar? Allaha yaxınlaşmağın yolu birinci növbədə fədakarlıqdır, fədakarlıq tələb eləyir. İnsan Allaha yaxınlaşmaq üçün nələrdənsə keçməlidir. Özünə əziz olan şeylərdən keçməlidir. Necə ki, Həzrəti İbrahimə, Həzrəti İsmail əziz idi. Allah onu oğlu İsmaillə imtihana çəkdi və Həzrəti İbrahim bu imtihandan keçib Allahın dostu oldu. İnsanın da gərək öz İsmailini tapsın. Nədirsə İsmaili, hərənin öz tutumuna görə, nədirsə İsmaili ondan keçməyi bacarsın və fədakarlıq etməyi bacarsın. İnsanın ən böyük imtihanı məhz burada olur. Çox dildə insan deyir ki, Allaha qurban olum, Allah yolunda nə olsa edərəm, amma ona ən şirin olan, ən əziz olan şeylə insan imtihana çəkiləndə, onda insanın artıq üç yüzü ortaya çıxır ki, həqiqətən bu dildə bu sözü deyir, yoxsa qəlbən həqiqətən Allaha fəda olmağa, yaxınlaşmağa hazırdır bu insan. Həzrəti Adəmin iki oğlundan Allah qurban istədi. Allah onların istədi fədakarlığını yoxlasın, onların qəlbini ortaya çıxartsın. Həzrəti Adəmin oğlanlarından olan Habil çoban idi, qoyun sürüsü var idi və qəlbi çox pak biri idi. Və Allah ondan ki qurban istəyəndə Habil sürünün içində ən yaxşı olan qoyunu seçib Allah üçün qurbangaha apardı. Və Allah da onun qurbanını qəbul elədi. Amma onun qardaşı olan Qabil isə xəbis biri idi, egoist biri idi. Ona görə də o əkinçi idi. Baxdı ki, məhsulun ən zayı olmuşunu seçdi.
apardı və Allah da onun qurbanını qəbul etmədi. Çünki niyə? Çünki Habil sırf təqva ilə bu işi edirdi. Allaha yaxınlaşmaq niyyəti ilə. Qabil isə fikirləşirdi ki, niyə görə mən əziyyət çəkmişəm, bu qədər əziyyətimdən bu qədər məhsul əldə eləmişəm, bunu Allah üçün aparmalıyam. Çünki egoist biri idi. Qurban insanı iki nöqtə arasında hansı yerdə olduğunu müəyyənləşdirir. Bir tərəfdə egoizm, bir tərəfdə fədakarlıq. İnsan qurban vermək vaxtı, fədakarlıq vaxtı ortaya çıxır ki, insan hansına daha yaxındır? Öz nəfsinə, egosuna mı yaxındır? Yoxsa o fədakarlığa daha çox yaxındır? Bu barədə Qurani-Kərimin Maidə surəsinin 27-ci ayəsində bildirilir ki, mən ərəbcəsini sizlər üçün oxumuram ki, vaxtınızı almasın. Bildirilir ki, onlara Adəmin iki oğlunun əhvalatını olduğu kimi söylə. Hər ikisi qurban gətirdiyi zaman birinin qurbanı qəbul edilmiş, yəni Habilin, digərinin qurbanı isə qəbul edilmədi, yəni Qabilin. Qurbanı qəbul edilməyən qardaş Qabil öz digər qardaşına Habilə belə dedi: And olsun Allaha ki, mən səni öldürəcəyəm. Kimdən bunu dedi? Gördü ki, qurbanı qəbul olmur. Qardaşına dedi ki, mən səni öldürəcəyəm. Sonra necə ki, bunu etdi. Əvəzində isə Habil çox qısa və əsas qurbanın fəlsəfəsini açıqlayan bir cümlə dedi. Dedi, yətəqəbbələllaha minəl muttəqin. Allah yalnız və yalnız təqvalılardan qəbul edər. Yəni, qurbanın əsas fəlsəfəsi təqvadır. Əsas fəlsəfəsi təqvadır. Bizim kəsdiyimiz, insanların kəsdiyi qurbanın nə əti, nə qanı, heç biri Allaha lazım deyil. Allah istəyir ki, insan keçməyi, fədakarlıq etməyi bacarsın. Bu səbəblə də həcdə qurban insana vacib olur. Burada isə müstəhəbdir qurban kəsməyi. Çünki Allah istəyir ki, insan öz var-dövlətinə heç də arxalanmasın. Öz var-dövlətinə güvənməsin, ona bağlanmasın. Yoxlayır ki, görsün ki, bu qədər var-dövlət vermişəm bu bəndəmə, bu mənim bəndəm bu var-dövlətindən keçə bilir, fədakarlıq edə bilir. Fədakarlıq edə bilirsə, o həqiqi təqvalı bəndədir. Yox, əgər fədakarlıq edə bilmirsə, artıq bunun işi çətindir. Çünki artıq öz var-dövlətinə bağlanmış bir şəxsdir. İkinci növbədə isə qurbanın fəlsəfəsi Allaha təslimiyyət və itayətdir. Allah insanın təslimiyyətini və itayətini yoxlayır ki, görsün, Allahın hər dediyinə insan baş üstə deyə bilir. Keçən cümədə danışdıq ki, Həzrəti İbrahimin neçə illərdir övladı olmurdu. Daha sonra Allah Həzrəti İbrahimə evlad payı verdi və onu imtihana çəkdi. Dedi ki, öz övladını apar, quru bir səhrada qoy və gəl. Allah, Həzrəti İbrahim yəni Allahın bu əmrinə baş üstə dedi, ləbbeyk dedi. Daha sonra onun evladı gəlib bir yaşa çatandan sonra, yeniyetməlik yaşına çatandan sonra Allah daha bir imtihanla Həzrəti İbrahimin fədakarlığını yoxladı. Ne etdi Allah? Allah Həzrəti İbrahimdən oğlunu qurban kəsməyini istədi. Bu barədə Qurani-Kərimin Səffat surəsi 102 və 107-ci ayəsində Həzrəti İbrahimlə Həzrəti İsmailin bir diyaloqu var ki, adam onu doğrudan da oxuyanda ləzzət alır burada. Necə iki Allah dostunun Allah yolunda necə təslimiyyətinin diyaloqu burada öz əksini tapır. Burada buyurulur ki, فَلَمَّا بَلَغَ مَعْهُ السَّعْيَا buyurulur ki, elə ki onunla birlikdə çalışmaq və işləmək həddinə çatdı. Elə ki Həzrəti İsmail gəlib həddi buluğa çatdı. Öz 13 tarixdə qeyd olunur ki, 13 yaşına, 13-14 yaşına gəlib çatmışdı. Bu yaşa gəlib çatdı. Həzrət İbrahim ona dedi: "Qalə ya bunayya inni ara fil manami anni azbahuka fanzur maza tara." Dedi ki, oğlum, mən yuxuda sənin başını kəsməyini görmüşəm. Sənin bu mövzuda fikrin nədir? Sənin görün, ata öz oğluna görüncə münasibət bəsləyir. Qeyd olunur ki, təfsirlərdə ki, Həzrət İbrahim 3 gün arda-arda Zilhiccənin 7-si, 8-i, 9-cu günü eyni yuxunu gördü və başa düşdü ki, Allah ondan Həzrət İsmaili qurban etməsini istəyir. Və bu fikir verirsiniz, qurban kəsməmişdən qabaq öz oğlunun fikrini alır Həzrət İsmailin, çünki onun şəxsiyyətinə dəyər verir. Bu bizlər üçün də bir nümunədir ki,
bir insanı ibadətə təşviq eləyəndə, xüsusilə də evladı bir valideyn ibadətə təşviq eləyəndə ona ibadəti başa salsın və onun da bu ibadətdən ləzzət almasını istəsin. Həzrət İbrahim istəyirdi ki, Həzrət İsmail də bu qurbandan ləzzət alsın, Allaha itayətdən ləzzət alsın. Ona görə də onun fikrini öyrənmək istəyirdi və istəyirdi ki, onun təslimiyyətini, Allaha bəndəliyini görsün. Yoxsa baxırsan ki, 2 rükət namaz qılır, amma evdə tuğyan əsdirir ki, evladını ya öz ailə üzvlərinə ki, başlayır digər müstəhəb əməllərdə əmr etməyə, başlayır ona cürbəcür qadağalar qoymağa və dinin məğzini başa salmadan yalnız əmirlərlə həmin öz evladını dindən bezdirir. Arif şəxslər amma belə deyil, Allah dostları belə deyil. Hey çalışırlar ki, müəyyən düşündürücü yollarla öz evladını düşündürsün və bu yolla ibadəti başa düşərək icra etməyə ona təşviq edirlər. Və gərək insan da evladı həddi buluğa çatdıqda diqqət yetirsin. Necə ki, Həzrət İbrahim, Həzrət İsmailin fikrini öyrənir, öz oğlunun, evladının fikrini alaraq ona ibadəti öyrətsin və onun da ibadətdən ləzzət almasına şərait yaratsın. Ardınca bəs Həzrət İsmail nə deyir cavabında? Deyir ki, qalə ya əbəti if'al mə tu'məru sətəciduni inşəallahu minəs sabirin. Həzrət İsmail isə deyir ki, atacan, sənə verilən əmrə əməl et. İnşallah ki, məni də səbr edənlərdən görərsən. Görürsünüz ki, Allah dostunun bir-birlə diyaloqu necə də şirindir. Necə deyir, elə bir üsuldan istifadə edir ki, ya əbəti, atacan, yəni ki, mən heç zərrə qədər də bundan narazı deyiləm. Heç də sən də narazı olmaqla, heç də sən də fikirləşmə ki, mən narazı olaram. Sənə deyiləni əmr elə, mən də bacardığım qədər Allah yolunda təslimiyyət və səbir göstərəcəm. Fikir verirsiniz, nə dərəcədə burada Həzrət İsmail də təslimiyyət göstərir. Həmçinin daha sonra burada Həzrət İsmail təfsirlərdə qeyd olunur ki, atasına hətta bu mövzuda kömək eləyir. Deyir ki, atacan, mənim ayaqlarımı bağlayarsan ki, mənim birdən dözümsüzlük göstərərəm. Bacardığım qədər dözümlülük göstərəcəm, amma birdən dözümsüzlük göstərərəm, əl-ayağını saxlaya bilmərəm. Bu Allaha naxoş getməsin. Görürsünüz təslimiyyətin son həddini, deyir ki, mənim köynəyimi çıxararsan ki, köynəyim qana bulaşmasın ki, hətta öz anasını belə fikirləşir ki, birdən anam dözməz, nəsə tüğyan eləyər, o da Allaha bəndəlikdə, təslimiyyətdə dözümsüzlük göstərməsin. Görürsünüz, Allah dostu necə olur, həm özünü fikirləşir, həm atasını fikirləşir, həm də ki, öz anasını fikirləşir ki, Allaha son dərəcədə təslim olsunlar. Həm də təslim olsunlar. Burada Quran-ı Kerim bütün bunları kiçik amma məna baxımından böyük bir fikirlə çatdırır ki, bildirir fələmmə əsləmə və təlləhu lil-cəbin. Buyurur ki, hər ikisi təslim olduğu vaxt İbrahim onu yerə qoydu və hər ikisi təslim bir vəziyyətdə idi. Yəni qurbanlığın da əsas fəlsəfəsi təslimdir. Və daha sonra nida gəldi ki, وَنَدَيْنَاهُ أَنْ يَا İbrahim, ya İbrahim, biz sənin qurbanlığını qəbul etdik. Sən həqiqətən öz yuxunu düzgün şəkildə icra etdin və biz onu zibhin əzimlə əvəz elədik. Biz onu zibhin əzimlə əvəz elədik. Baxırsınız, bu imtihandan sonra insanın həyatdakı imtihanı da belədir. Baxırsınız, bir müddət çətinlik gəlir, çətinlikdən sonra Allah insanı bu çətinlikdən çıxandan sonra mükafatlandırır. Həzrət İbrahimi də Allah zibhin əzimlə mükafatlandırdı. Zibhin əzim nədir? Zibhin əzim yəni ki, böyük bir qurbanlıq. Özə bilir ki, fədəynəhu zibhin əzim. Biz ona böyük bir qurbanlığı fəda etdik. Təfsirçilər qeyd edirlər ki, burada böyük qurbanlıqdan məqsəd İmam Hüseyn əleyhissalamdır, zibhin əzim. Çünki Həzrət İmam Hüseyn də Həzrəti İsmailin nəslindən idi. Və bəzən sual da verirlər ki, bəs niyə burada fədəynəhu sözü işlənib? Yəni, fəda etdik. Yəni, Həzrəti İmam Hüseyni Həzrəti İsmailə fəda mı etdi Allah? Xeyr. Təkcə burada Həzrəti İsmaildən söhbət gelmir ki, Həzrəti İsmailin nəslindən
Həzrət Peyğəmbər gəlirdi, Xanım Fatimə-i Zəhra gəlirdi və digər əimmə-i əthar gəlirdi. Burada bilirik ki, yəni Zibn Əzi İmam Hüseyin əleyhissalam bunların hamısına fəda oldu. Hamısına fəda oldu. Fikir verirsinizsə, Zilhiccə ayı həqiqətən də necə də qəribə bir aydır. Burada Allah dostları hər biri nəsə edirlər. Məsələn, indi az öncə qeyd etdik ki, Həzrət İbrahim oğlu İsmaillə qurbangaha gedir. Və daha sonra qeyd olunur ki, Zilhiccə ayında Həzrət Musa Tur Sinaya Allahla görüşə gedir. Daha sonra qeyd olunur ki, keçən cümədə qeyd etdik ki, Zilhiccənin birində Xanım Fatimə-i Zəhra nübüvvət evindən imamət evinə, izdivac evinə gedir. Həzrət Əli ilə izdivac bağlayaraq gəlin köçür. Və bir şəxs də var ki, bu günlərdə Məkkədən Kərbəlaya doğru gedir. Daha bir Allah dostu var. Bu da İmam Hüseyin əleyhissalamdır ki, Zilhiccə ayının xüsusi günlərindən biri də odur ki, bu vaxt Həzrət İmam Hüseyin əleyhissalam Məkkədə haccını yarım qoyur və özünü bütün bəşəriyyətə, bütün dini İslama fəda etmək üçün Kərbəlaya doğru hərəkət edir. Allah Teala bizləri İmam Hüseyin əleyhissalamdan ayrı salmasın. Allah Teala bu günlərdə kəsilən qurbanları, edilən dua və ibadətləri qəbul eləsin. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. İnna a'taynakal kevser. Və salli li rabbika vanhar. İnna şani'aka huvel abtar. Sadaqallahul aliyyul azim. Ondan mübənin qəlbimizdə təsirli olması üçün, Elvin qardaşımızın salamatçılığı üçün